Gənc yaşından başlayan səhnə həyatı, ölkəni və dünyayı dolaşan konsertləri, xalqın qəlbində yaşayan musiqisi, bütün bunlar onu yalnız bir sənətkar deyil, Azərbaycan musiqisinin simvoluna çevirdi. Ramiz Quliyev 1947-ci ildə aprel ayının 30-da Ağdam şəhərində qulluqçu ailəsində dünyaya göz açmışdı. Hələ 7 yaşında musiqi məktəbinə daxil olmuş, daha sonra isə Üzeyir Hacıbəyov adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq üzrə ali təhsilini almışdı. ...1974-cü il Ramiz Quliyev üçün əlamətdar il olmuşdu. Həmin ilin iyun ayında Zaqafqaziya festivalında 1-ci yer mükafatına layiq görünmüşdü. Oktyabr ayında isə Moskvada keçirilən estrada artistlərinin 5-ci Ümumi İttifaq müsabiqəsində laureat adını qazanmışdı. Daha sonra isə uzun illər boyunca Azərbaycan Dövlət Konservatoriyasında müəllim, dosent, professor kimi pedaqoji fəaliyyətlərini davam etdirmişdi. Onun adı yalnız Azərbaycanda deyil, dünya səhnələrində də tanınmışdı. Türkiyə, Amerika, Kanada, Fransa və daha 30-dan çox ölkədə konsert verərək Azərbaycan musiqisini dünyaya tanıtmış, 1988-ci ildə Azərbaycan SSR xalq artisti, 1993-cü ildə Humayun mükafatı, 2001 və 2004-cü illərdə Simrük mükafatları, 2007-ci ildə Şöhrət ordeni, 2014-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatı, 2017-ci ildə isə Şərəf ordeni ilə təltif olunmuşdu. 15 oktyabr 2025-ci ildə vəfat edən Ramiz Quliyev 2-ci Fəxri Xiyabanında dəfn olunmuşdu. Ramiz Quliyev yalnız bir sənətkar deyildi. O, Azərbaycan musiqisinin ruhu, gələcək nəsillərə ilham verən bir simvol idi.